Salamlar uşaqlar. Deməli danışırıq bu gün Vaqif dramımızdan, Vaqif əsərimizdən. Səməd Vurğunun Vaqif əsəri. Əsərin üzərində də təhlil eləyəcəyik. Ə, Əsərin üzərində təhlil bitdikdən sonra sonda da ümumi qeydlər deyəcəyik əsərlə bağlı. Qısa ümumi məlumat versəm, əsərimiz 1937-ci ildə Səməd Vurğun tərəfindən yazılıb. Səməd Vurğunun ilk dram əsəridir. Nəzmlə yazılıb, heca vəznindədir. Həmçinin də heca vəznində yazılmış ilk dram əsəridir ədəbiyyatımızda. İlkləri yadda saxlayın. 5 pərdəli dramdır. Dram janrındadır. Elə dediyim kimi dramatik növdə dram janrındadır. Sonra məsəl üçün deyə bilərik ki, bununla bağlı bu əsəri süjet xətti var əlbəttə ki. Bu əsərlə bağlı deyə bilərəm ki, Səməd Vurğun uşaqlığından bəri, uşaqlıq illərindən bəri Molla Pənah Vaqifin həm həyatı, həm yaradıcılığı, həm əsərləri ilə çox maraqlanırmış. Ona görə də ona bir əsər həsr eləyib və Səməd Vurğunun bu əsərində, Vaqif əsərində həm Molla Pənah Vaqiflə bağlı məlumatlar görürük. Amma təkcə onun həyat və yaradıcılığı ilə bağlı da deyə bilmərik. Çünki burada bir sıra tarixi məsələlərə də toxunulub. Onu da görəcəksiniz. Tarixi məsələlərə toxunulsa belə, tarixi məsələlərə müəllifin sərbəst yanaşmasına rast gəlirik biz bu əsərdə. Belə. İndi keçək əsərimizə. Əsərimizdə danışaq deməli obrazlarımızdan. Vaqif var birinci obrazımız. Vaqif əsərimizin baş obrazıdır. Bildiyimiz Molla Pənah Vaqif 18-ci əsrin məşhur Azərbaycan şairi, Ağa Məhəmməd Şah Qacar İran hökmdarı, Vidadi Vaqifin müasiri və ən yaxın şair dostu. İbrahim xan Qarabağ xanıdır. Eldar xanlıq zülmü və Qacarın basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısıdır. Kürd Musa Eldarın dəstəsindəndir. Xuraman Vaqifin arvadıdır. Əli bəy Vaqifin oğludur. Gülnar Əli bəyin sevgilisidir. Əminə Gülnarın anasıdır. Tükazban Vidadinin arvadıdır. Hansı ki orada dedik Vidadi bildiniz də, yəni Vaqifin ən yaxın dostu Vidadi. Onun da deməli arvadının adı Tükazbandır. Əminə Gülnar bunu dedik. Əminə Gülnarın anası. Hə, vəzir var, Qacarın vəziridir. Təlxəh İbrahim xanın təlxəyidir. Tamara var burada, kiçik Gürcü var, Şaliko var. Bunlar da Qacar tərəfindən əsir alınmış Gürcü əsirlərdir. Şeyx Alı Qarabağın şeyxidir. İlyas Eldarın dəstəsinə soxulmuş bir casusdur. İlyas. Sərkərdə Qacar qoşunlarının sərkərdəsidir. Zülfüqar, Teymur bunlar Qacar əleyhdarlarındandır. Yəni onu sevməyənlərdir. Əhməd kişi var, Qurban kişi var. Bunlar kəndlilərimizdir. Qasım, Murad çobanlardır. Kəndlilər, qaçaqlar, əsgərlər və s. Elçilər belə davam edir. Başlayırıq birinci pərdəmizdən. Deməli, birinci pərdədə biz nəyi görürük? Birinci şəklin qısa məzmunu. Vidadi namaz üstündəki sözlərində, arvad Tükəzbanla söhbətində zəmanədən narazı olduğu aydın duyulur. Cavad xanın elçiləri Vidadini saraya dəvət edirlər. O dəvəti qəbul eləmir. Deməli, Vidadinin namaz üstündəki və arvad Tükəzbanla olan deməli söz danışıqlarından biz anlayırıq ki, o zəmanədən narazıdır. Hətta o deməli Cavad xan tərəfindən saraya dəvət olunmuşdu, amma saray həyatını rədd eləmişdi, qəbul eləməmişdi. Qarabağ xanının sarayında yaşayan Vaqif gözlənilmədən gəlir, iki dost səmimi görüşürlər. Deməli, burada Vaqifin təsviri verilib, ona təklif gəlir, o bu təklifi qəbul eləmir. Ondan sonra, daha doğrusu Vidadinin təsviri verilir. Ondan sonra Vaqif gəlir Vidadigilə və gözlənilmədən gəlir. İki dost, Vidadi və Vaqif səmimi bir şəkildə görüşürlər. Vaqif kəndlilərlə mehriban söhbət eləyir. Deməli, hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır. Vaqif gəlişinin səbəbini açıb söyləyir. Deməli, gözlənilmədən gəlir axı Vaqif Vidadigilə. Sonra açır deyir ki, bəs mən niyə gəlmişəm? O, Vidadini və Tükəzbanı Əli bəyin toyuna dəvət eləyir. Vidadi dəvəti qəbul eləyir. Deməli, Vaqif nəyə görə Vidadigilə gəlmişdi? Oğlunun toyuna Vidadigilin ailəsini çağırmaq üçün. Əli bəyin toyuydu, Vaqifin oğlunun toyuydu. Sonra başlayır ikinci şəkil. İkinci şəkil Şuşa qalası, Xan sarayı, Vaqifin evi, toy məclisi, oyun. İbrahim xan yanında da adamları gəlir. Hamı qalxıb xana bəşəyir. Deməli, ikinci şəkildə biz artıq Əli bəyin, yəni Vaqifin oğlunun toy məclisində oluruq. Burada deməli Şuşa qalasında, Xan sarayında keçirilir toy mərasimi. Bura İbrahim xan, hansı ki bayaq dedik, Qarabağ xan da Vaqifin oğlunun toyuna gəlir. İbrahim xan deyir:
Çox gözəl, Vaqifi çağırın görək. Bəy öz toyunda oynasın gərək. Əli bəy gəlir oynayır, sonra Vaqif gəlir arxasınca. İbrahim xan yenə deyir: "Vəzir, xeyir işiniz xeyli mübarək. Ağ günlərə çıxsın sizin Əli bəy. Ancaq çıxarmasın bizi yadından." Deməli vəzir burada Vaqifə deyir. Vaqif İbrahim xanın vəziri idi. Molla Pənah Vaqif İbrahim xanın vəziri idi. Və deyir ki, onun oğluna xeyir-dua verir. Deyir, ancaq çıxarmasın bizi yadından. Burada da qeyd eləmişəm Heydər Babaya salam. Yəni bir növ belə oxşarlıq var. Heydər Babaya salam əsərində də şair Heydər Baba dağından unudulmamaq istəyir, yaddan çıxarılmamaq istəyir. Burada da həmçinin İbrahim xan deməli Əli bəyin onu yaddan çıxarmamağını deyir Vaqifə. Deməli Vaqif deyir: "Görək bu növrağı pozmasa zaman." Deyir, bu deyir qaydanı zaman pozmasa yaddan çıxarmaz. İbrahim xan deyir: "Yenə də şikayət. Gəl inan ki sən nə qədər mən sağam, kef edəcəksən." Deyir, yenə şikayət eləyirsən. Sən deyir, gəl buna inan ki, mən sağ olduğum müddətcə sən şad eləyəcəksən də, yəni sənə qara gün olmayacaq. Eşikdə tüfəng atılır və ura səsləri ucalır. Gəlini gətirirlər. Deməli, tüfəng atılır, atəşfəşanlıq və gəlini gətirirlər. Yengə deyir: "Anam, bacım, qız gəlin, əl ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin." Deməli, yengə oxuyur, sonra Vaqif başlayır danışır. Gəlininə üzün tutub deyir ki: "A qızım, üzündən götür duvağı. Qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdır bizim nənələr. Kəfəndir a balam, deməli sərapərdələr." Hamıda heyrət, deməli hamıda heyrət, həyəcan görünür. Gəlini o bir otağa aparırlar. Deməli Vaqifin burada nə qədər müasir olduğunu görə bilərik əslində. Necə müasir düşüncəli biri idi. Hansı ki, o dövrdə bütün qadınların üzü örpəkli, başı, üzü örpəkli olduğu halda Vaqif öz gəlininə deyir ki, üzündəki deyir örpəyi çıxart deyir. Bizim analar, nənələr deyir başı açıq yaşayıb deyir. Hətta örpək taxmağı qadın üçün, qız üçün kəfən kimi görür də. Yəni deyir, kəfən kimidir başına örpək örtmək, üzünə örpək örtmək kəfən kimi bir şeydir. Qızsan deyir, gəlinsən, cavan qızsan, başı açıq gəz deyir gəlinə. Buradan da Vaqifin nə qədər müasir düşüncəli biri olduğunu görürük. Hamı da heyrət içində qalır, çünki o dövrdə belə şeylər yox idi. Hamı təəccüblənir. Bu arada Eldar çiyində bir quzu içəri daxil olur. Eldar da dediyim kimi üsyan başçısı idi və əlində quzu ilə toy məclisinə daxil olur. Eldar da Vaqif Eldarı çox istəyirdilər. Bunlar yaxın idilər. Vaqif deyir: "Of dostum, qardaşım, xoş buyurmusan. Səndə dağ havası duyuram, inan. Sizdən ayrılmayır könlümün quşu. Ellərdə görürəm hər qurtuluşu." Deməli Eldarı qarşılayır. Onda dağ havası duyduğunu deyir. Deməli kənddən ayrıla bilmədiyini dilə gətirir, ürəyinin orada qaldığını deyir. Eldar deyir: "Möhtərəm şairə salamlar olsun. Bu dünya durduqca o da var olsun." Deməli Eldar burada şairə deyir ki, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. Yəni Vaqif nəzərdə tutur. İbrahim xan deyir, ətrafa baxır və deyir, onun özünə demir: "Aha, heç saymayır bu hərif bizi. Görünür dadmamış qüvvətimizi." Deməli Eldar gələndə İbrahim xandan salamlaşmır, eləmir. İbrahim xan deyir ki, deyəsən bu bizim gücümüzü bilmir də, bizi saymadı. Şeyx ümumiyyətlə ara qarışdıran bir obrazdır. Yəni bir növ İblis kimi düşünün də. İblis necə ki, İblis əsərində İblis ancaq ara qatırdı, onu ora göndərir, bunu bura göndərir, hamıya yalandan deyir, bu belə dedi, o elə dedi, aranı qatır da bir şəkildə. Bu da həmçinin deməli burada da şeyx obrazı həmçinin iblis kimi bir şeydir də, yəni ara qatır. Şeyx İbrahim xanın qulağına deyir ki, bir bax gözlərinə, baxışı qandır, kəndə qarışıqlıq salanlardandır. Əslində heç nə eləməmişdi, yəni Eldar. Amma şeyx xana deyir ki, İbrahim xana deyir ki, deməli, deyir, kəndə qarışıqlıq salanlardandır bu Eldar. İbrahim xan deyir, vəzir, çoban çoluq məclisidir bu. Xana deyir ki, Vaqifə deyir ki, İbrahim xan, deyir, bu çoban çoluq məclisidir. Yəni, bunun burada nə işi var? Yəni, Eldarın burada nə işi var? Vaqif deyir, düzü gözləməzdim heç sizdən bunu. Deyir, bu nə söz deyirsin? Yəni, sizdən heç bunu gözləməzdim. İbrahim xan deyir, deməli, necə gözləməzdin? Lap yersiz nahaq. Yox, birbaşa keçsin çiynində çomaq. Deyir, bunu deyir, necə gözləməzdin? Bu nədir ki, deyir, əlində çomaqla gəlsin, deyir, otursun başda lap. Belə şey olar, yəni. Vaqif deyir, əziz qonağımdır, dostumdur Eldar. İbrahim xan deyir, xanın huzurunda nə ölümü var? Vaqif, bu mənim evimdir, siz qonaqsınız. Qonağı sevərlər, lap nahaqsınız.
Aha. İbrahim xan deyir: qonağa bir bax. Hər yoldan ötəni başa çıxardaq. Vaqif: onun görkəmindən iyrənməyin siz. Bir kəndli babadır, vicdanı təmiz. Dilindən düşməyir gözəl nağıllar. Ən böyük ürəklər, yetkin ağıllar. Ellər dünyasında yetişir bilin. Namusu, vicdanı təmizdir elin. Deyir, ən gözəl insanlar elə elin arasında yetişən insanlar. Deyir, onun üst başına fikir verməyin, görkəmindən deyir, iyrənməyin. O çox qəlbi təmiz bir insandır, Vaqif xana qarşı bildirir, Eldarı belə tanıdır. İbrahim xan deyir: doğrusu yorulub bezikmədin sən. Elə durub ellər deməkdən deyir, bezmədin yenə öz elindən. Eldar Vaqifə baxır və deyir: canım, dalaşmayın, mən gedim. Deyir, yəni dalaşmayın, mən gedirəm. Vaqif: dayan, başqadır könlümdə gülən xaniman. İbrahim xan: getsin, getsin gərməsini ayaqlamağa. Getsin deyir, işi ilə məşğul olsun. Eldar deyir, buyruq sizinkidir möhtərəm ağa. Ancaq olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi simuzər. Deməli, Eldar deyir ki, buyruq sizinkidir, amma deyir ki, yadda saxlayın ki, kəndlilər olmasaydı, deyir, siz də bir heç idiniz də, bir növ, yəni siz də belə indi bu yerlərdə deyildiniz, baxın. Olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi simuzər, Eldarın nitqidir. Eldar məclisi tərk eləyir, onu tutmaq istəyirlər, adamlar arasında ixtişaş düşür. Yəni onu istəyirlər ki, tutsunlar, amma adamlar arasında bir ixtişaş düşür, bir qalmaqal yaranır. İbrahim xan deyir, qoymayın, tez olun, tutun Eldarı. Ona da göstərin daş zindanları. Deyir, tutun onu zindana salın. Vaqifə tərəf çönür, deyir, qudurtdun bunları doğrudan da sən. Bəlkə də özünsən ona dil verən. Deməli, artıq İbrahim xan toy məclisində bir qanqaraçılıq çıxardır və Eldarı tutturur. Tutturmaq istəyir. Vaqifə də deyir ki, ona deyir, dil verən onun boy dilinin uzun olmağına səbəb olan sənsən deyir. Gör deyir, xana qarşı nələr deyir. Vaqif deyir, xeyr, yanıldınız, ona dil verən, göz ilə dünyada alovlar görən, Kəndistan yeridir, bəli, Kəndistan. Bəzən Tanrıya da ağ olur insan. İbrahim xan deyir, qəzəblə çıxır və yaxşı, danışarıq deyir. Toy adamları dağılır, Vaqif gəzinir, Vidadi heyrətdədir. Vaqif deyir, bu da haqqı salam, bu da duz çörək. Dünyada dərd varmı mənim dərdim tək? Bu xan bir ilanmış saray yuvası. Aha. Zəhrimar qoxuyur onun havası. Deyir, bu xan lap deyir, aravuran bir ilan kimiymiş də. Yəni 2 dəqiqənin içində toya qanqaraçılıq saldı. Vidadi deyir, Vaqif, sabah məni yola sal gedim. Torpaq evciyimi ziyarət edim. Oradadır dünyanın zövqü, ləzzəti. Sən də öz boynundan at bu minnəti, kəndimizə qayıt. Vaqif axı bunun deməli, daha doğrusu Vidadi Vaqifin oğlunun toyu üçün gəlmişdi Vaqifin yanına. Deyir, sabah deyir, məni yola sal gedim o daş balaca evimə də, yəni kəndimizə gedim. Orada daha çox xoşbəxtim. Deyir, sən də boynundan bu zindanı, bu ağırlığı at, deyir, kəndimizə qayıt. Kimə deyir? Vidadi deyir. Kimə deyir? Vaqifə deyir. Vaqif deyir, yox, qayıtmaram. İş ki belə düşdü, meydanda varam. Deyir, yox, qayıtmayacağam. İş ki deyir, belə oldu, mən deyir, meydanda varam. Mən bilirəm nə edəcəm. Vidadi, əl çək bu təslikdən, qulaq asmana. Vaqif, ölsəm də ölməyim xoşdur mərdan. Deyir, ölsəm də mərd kimi ölməyim yaxşıdır. Deməli, Vidadi, sən öz dediyindən dönməyəcəksən. Səni yalqız qoyub gedənmərəm mən. Deməli, Vidadi həm də çox yaxın, sadiq bir dostuydu Vaqifə. Deyir ki, sən öz dediyindən dönən deyilsən, mən də deyir, səni tək qoyub gedə bilmərəm kəndə. Mən də yəni burada qalıram. Əli bəy girir içəri, gəlir və deyir, ata, həbs etdilər yazıq Eldarı. Eldarı həbs eləyirlər artıq. Bu xəbəri biz kimdən alırıq? Əli bəydən. Əli bəy Vaqifə deyir ki, Eldarı həbs elədilər. Vaqif mənalı deyir. İnsan uçuracaq daş zindanları, zəncirsiz, zindansız günlər gələcək. Bizə təsəllidir böyük gələcək. Bu da deyir ki, bəs elə insanlar deyir, daş zindanları uçuracaqlar. Bizə təsəlli deyir böyük gələcək. Gələcəkdə bunların hamısını deməli, gələcəyə ümidsizdir. Gələcəkdə bu, necə deyim, ədalətsizliklərin son görəcəyinə ədalət inanır və ədalət bərqərar olacağına inanır. Gələcəyə ümidlidir. Əli bəy deyir, bəs Eldar nə olsun? Deyir, bəs Eldar nə olacaq? Vaqif, heç də, heç.
Nə dərdi var? Vaqif ölməmişdir, onu qurtarar. Deyir, yəni mən ölməmişəm ki, onu çıxardaram oradan. Vaqif qolunu oğlunun boynuna dolayaraq, oğlum, xeyir işin olsun mübarək. Dünyanın kefini, ləzzətini çək. Mənim də ürəyim hələ cavandır. Yaşayaq bir təhər, bu da zamandır. O da artıq oğlunun toyuna qanqaraçıq düşmüş, toy yarıda kəsildi. Day burada xeyir-dua verir, deyir, İnşallah deyir hər şey sənin üçün yaxşı olar. Bəs deyir dünyanın inşallah ən gözəl şeylər sənin olar. Belə də oğluna xeyir-dua verir, xoşbəxtlik arzulayır. Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür. O eləcə də Vidadi ilə öpüşüb gedir. Vidadi deyir, ağıllı baladır, Allah saxlasın. Vaqif, könlümdə dünyanın min sirri vardır. Ah, duyan, düşünən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar, siz ey göy üzündə uçan durnalar. Deməli, deyin xoşbəxtəmmi? Xuraman gəlir bu hissədə. Xuraman deyir, a kişi, bu nə işdir? Küsüb getdi xan. Vaqif, qoy küssün, özünün qanacağından deyir. Qoy küssün deyir, özünə görə oldu elə, öz qanacağından, öz abrayasından küssün. Xuramanın burada monoloqunu görürük. Öz-özünə fikirləşir Xuraman, yəni bunun bu dediklərini Vaqif eşitmir. Bir el ağasıydı əvvəlki ərim. Öz qapım, öz evim, öz nökərlərim, hamısı qulluğumda hazır durardı. Rəhmətlik gündə bir məclis qurardı. Bu da bir böyük vəzir dedilər. Başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qoltuqlarda gəzib dolanır. Çox vaxtda su kimi rəngi bulanır. Elə dərd tökülür qaşqabağından. Amma çox razıyam qanacağından. Aha, baxın, fikir verəcəksiniz buralara. Şairdir, görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə karaşmaz. Deməli, bu hissədə Xuramanın monoloqunda biz nə görürük? Deyir ki, öz əvvəlki ərini düşünür və onu tərifləyir. Deyir ki, el ağasıydı, bəs hər gün məclis qururdu, qapımda qulluqçularım, xidmətçilərim, yəni əlimi ağdan qaraya vurmurdum da. Deyir, bu da bir böyük vəzir dedilər, başımı, beynimi ovub yedilər. Vaqifi nəzərdə tutur. Deyir, yəni Vaqif də mənə bir vəzirdir dedilər. Əri öləndən sonra bu arada Vaqiflə evlənmişdi Xuraman, onu görəcəyik gələcək hissələrdə. Deməli, əri öləndən sonra bununla evlənib və deyiblər ki, yəni vəzirdir, Vaqif yaxşı adamdır, təşviq eləyiblər. Evlənib bundan deyir, vəzir deyib başımı yedilər. İndi deyir, evləndim, gördüm ki, elə deyil, çox vaxtda deyir, su kimi rəngi bulanır. Bu ki, deyir, qoltuqlarda gəzib dolanır, çox vaxtda su kimi rəngi bulanır. Amma, baxın, bu hissəyə qədər Vaqifi pisləyir. Buradan o tərəfə Vaqifi tərifləyir. Yəni, Xuraman öz-özlüyündə ziddiyyətli obrazı deyə bilərik bu deməli hissədə. Bura əsasən deyə bilərik ki, Xuraman ziddiyyətli obrazı. Çünki əvvəl Vaqifi pisləyir, ondan sonra da ondan razı olduğunu deyir. Sonra keçirik Vaqifə. Vaqif gəlir burada bu hissədə Xuramanın monoloqundan sonra və gəlir neyniyir? Deyir, nə var, nə fikirdəsən, ey Sərvinaz, amandır, ötməsin, ey nazlı nigar, o ay camalını qara bulutlar. Deyir ki, Vaqif gəlir, görür ki, Xuraman fikirli durub, Xuramana deyir ki, bəs nə olub, deyir, niyə üzün belə fikirlidir, niyə belə durmusan? Xuraman deyir, niyə, nə dərdim var, Allaha şükür, hara baxıramsa xeyir görünür. Vaqif, yox, sənin səsində bir titrəyiş var. Gəl məndən gizləmə, aç söylə aşkar. Deməli, yəni Vaqif deyir ki, hiss edirəm də səndə nəsə var, Xuraman. Heç biraz incidir məni bu qürbət. Vaqif, yox, bu da olmadı. Düz danış, Afət. Yalan yaraşmayır gül dodaqlara. Yaxşı, nə deyim mən bəxtiqara? Bəxtiqara adlandırır özünü. Vaqif, aha, bundan danış, danış görüm sən. Niyə öz bəxtinə qara deyirsən? Xuraman, deyirlər ki, sən... Vaqif, nə təzə xəbər? Xuraman, nə bilim, doğrusu Vaqif, danış. Xuraman, deyirlər səni vəzirlikdən qovlayacaq xan. Yəni Xuraman deyir ki, yəni buna görə kefin pozulub da. Sən deyir vəzirlikdən xan deyir səni qovlayacaq. Buna görə Vaqif, elə bu, bəs elə bu. Xuraman, bəli. Deməli, Vaqif, Xuraman, gör nəyin xəyalındasan. Qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurt, nə də dişlərində qan donan o qurd.
Yəni burada şah nəzərdə, xan nəzərdə tutur. Bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə busa, lap arxayın gəz. Vaqif deyir ki, bəs dərdin elə budursa, lap arxayın gəz də, yəni narahat olma. Deyir, nə bu saray, nə bu yurt mənə doğma deyil də, dərdim budursa, lap arxayın gəz. Xuraman, bəs səni Vaqif nə çıxarsalar? Xuraman, necə dolanarıq dilənçilər tək? Xuraman deməli deyir ki, bəs səni çıxarsalar neyniyərik? Vaqif də deyir ki, çıxarsalar, hə deyir ya da hə də yəni çıxarsalar necə dolanacağıq dilənçi kimi? Vaqif deyir, bizə qəhət olmaz bir parça çörək. Qorxma, bəxtinə də söyləmə qara. Kaş ki düşməyəydim bu saraylara. Yanıldım doğrusu, uyub aldandım. Başqadır könlümdə mənim ilk andım. Deməli deyir ki, mənim ilk fikrim başqa cür idi də. Yəni mən heç belə bir insan olmaq istəmirdim. Bu saraylarda olmaq istəmirdim deyir. Bundan narahat olma. Bizə bir parça çörək, yəni tapılar da, yəni qəhət olmaz. Aha. Xuraman, elə şirin-şirin danışmağım var. Yəni deyir elə danışsan da özün üçün şirin-şirin. Vaqif başqa otağa keçir. Xuraman, Vaqif öz-özünə fikirləşir. Yox, sərraf gözüdür mənim bu gözüm. Özüm tutduğuma heyranam özüm. Gözüm su içmir heç Xuramandan. Onu başqa ruhda böyüdüb zaman. Deyəsən şöhrəti çox sevir qadın. Ah mənsəb, ah şöhrət, yaranmasaydın. Deməli Vaqif burada deyir ki, öz-özünə öz monoloqunda deyir ki, yəni gör deyir necə sıraz bildimi, bu nəyə görə fikri pozulub deyir. Nədədir fikirlidir deyir. Sıraz anladım yəni o dəqiqə. Sıraz deyə qalmışam mən də. Hə, deyir ki, Xuramanı vaxt deyir dəyişdirib, deyəsən deyir şöhrət çox sevməyə başlayıb deyir. Ah mənsəb, vəzifə, ah şöhrət deyir. Kaş yaranmasaydı. İkinci pərdəyə keçirik. Üçüncü və dördüncü şəkillərin qısa məzmunu kimi verilir ikinci pərdə. İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir. Vəzir xanı zalımlıqla, xalqa ədalətsiz rəftar etməklə günahlandırır. Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Deməli, İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahat olur və Vaqifdən məsləhət almaq istəyir. Xan ondan məzəmmət eşidir. Vaqif xanı zalımlıqla, xalqla ədalətsiz rəftar etməklə günahlandırır və Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. Aha, Vaqif Qacara sərt cavab məktubu göndərir. Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli, düşüncəli davranışı, var dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və şeyx Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbər olan Gülnar Xuramanın qərarını Vaqifə bildirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Deməli burada nəyi görürük? İbrahim xan qonşu dövlətlərdən yəni narahat olmuşdu onların təzyiqlərindən və Vaqifdən məsləhət istəyir. Vaqif Qacara deməli sərt cavab məktubu göndərir və İbrahim xanın özündə məzəmmət eləyir. Bundan da İbrahim xan əsəbləşmişdi əlbəttə ki. Qacara da dediyim kimi onu da acılayır, bunu da acılayır. Qacara da sərt cavab məktubu göndərir və Əminə də burada, Əminə bilirsiniz Gülnarın anası gəlmişdi Gülnara, yəni Vaqifin oğlu Əlinin arvadına, belə də bir növ təzə evlənmişlərə baş çəkmək üçün gəlmişdi. Evdəki mehribançılıq Əminəni sevindirir, amma Xuraman tamam başqa fikirdə idi. Yəni Vaqifin arvadı və Vaqifin fikri gəzməyi, düşüncəli olmağı, var dövlətə biganə yanaşmağı Xuramana xoş gəlmir. Xuraman artıq var dövlət gözünü örtmüşdü, yəni bir növ belə deyim. Deməli, sonra bu vəziyyət Xuramanın xoşuna gəlmirdi, həmçinin onu da düşündürürdü. İbrahim xan da elə bil ki, Vaqifdən belə deyim, bir növ ona acıqlanmışdı deyə məzəmmət eləmişdi. Çünki Vaqif İbrahim xanı ona acıqlanmışdı deyə acığı çıxmaq üçün göstəriş verir qarı və şeyxə ki, Vaqifdən Xuramanı boşatsınlar və İbrahim xandan ərə getməyə razı salsınlar. Qarı və şeyx də Xuramanı buna razı salır və onun başını yeyirlər, bir növ belə deyim. Əhvalatdan xəbəri olur Gülnarın. Gülnar, yəni Vaqifin gəlini, Əlinin həyat yoldaşı.
Gülnar gedir bunu Vaqifə deyir, Xuramanın qərarını. Xuraman da artıq Qacar deyirəm əslində, İbrahim xanla evlənməyə deməli razılıq vermişdi. Vaqif bu xəbəri Gülnardan eşidəndə sarsılır, amma Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Deməli Əli bəyin Xuramanı cəzalandırmasına kim icazə vermir? Vaqif. Sonra gəlir 3-cü pərdə, 5-ci və 6-cı şəkillərin qısa məzmunu var burada. Burada da deməli ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd Şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir gürcü qardaşlarını bir-birinə vurmağa məcbur eləyir. Deməli, qarışıqlıqdan istifadə edən qapıçı gürcü əsgərlərinin Tamaranın və qardaşlarının qaçmasına imkan yaradır. Deməli, onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq eləyir. Sonra vətənlərinə yola salır. Deməli, ordugahında Qarabağ xanından Qacar məktub göndərmişdi Qarabağ xanına, yəni İbrahim xana. Ondan da bir cavab gözləyirdi. Vaqif cavab yazır, hiddətli pis bir cavab yazır və Vaqifin bu cavabından da Qacar çox hiddətlənir, yəni əsəbləşir ona verilən cavabdan. O da Şuşanın təslim edilməyəcəyini görür. Şuşanın təslim edilməsi üçün məktub yazmışdı. Bu da görür ki, Şuşanı normal bir şəkildə təslim eləməyəcəklər. Qəzəbini soyutmaq üçün əsir gürcü qardaşlarını bir-birinə deməli vuruşmağa məcbur eləyir. Bu qarışıqlıqdan da, bu baş qarışıqlığından istifadə edən qapıçı əsirlərinin, yəni Tamaranın və qardaşlarının qaçmasına imkan yaradır. Onlar da gedirlər Eldarın dəstəsinə rast gəlirlər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq eləyir və sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. Deməli, Əli bəy Vaqifin oğlu Eldara deməli sifariş verir və Eldar da Qacarın qoşununa tərəf hücuma keçir. Qacar axı Şuşaya tərəf gəlirdi axı yavaş-yavaş. Başlayırıq 7-ci şəklə. Burada dağlıqdır, belə bir təsvir verilib. Dağlıqdır, arxada şiddətli top dəstələri var, tüfəng səsləri eşidilir. Dağ arxasından Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad uşaq fəryadları eşidilir. Deməli, burada müharibənin təsviri verilib ki, çox şiddətli bir müharibə var idi. Qacarın ordusu bir kənd yandırmışdı və kəndin alovları, həmin kəndin alovları göyə qalxmışdı. Uzaqdan arvad uşaq fəryadları eşidilirdi. Yəni müharibə təsviri də belə deyim qısaca. Ondan sonra başlayırıq deməli Qacarın nitqi ilə. Yanan kəndin alovlarını dağ başından seyr eləyərək, yan tərlanların yaşıl yuvası, hücuma can verir ölüm havası. Yəni deyir, ruhuma can verir daha doğrusu ölüm havası. Yəni bir növ özü öz dili ilə özünü ifşa eləyir. Burada danışacağıq ondan. Çıxsın asimana odlar alovlar, göylərdən od töksün yenə ruzigar. Yan kömür olsun hər qaya, hər dağ, baş əysin hökmünə bütün Qarabağ. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Bu nitqi yadda saxlayın. Qacarın nitqidir. İbrahim xanın yox, Qacarın nitqidir. Və bir növ burada özünü bu misralarla ifşa eləyir. Sonra vəzir burada danışır. Vəzir deyir, buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Ümumiyyətlə, əsər boyu bu nitq sadəcə vəzirin dilindən eşidilir. Yəni, buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Yaltaqlıq eləyir hökmdarı. Qapıçı gəlir və qaçaraq yaxınlaşır, deyir, şahım, bağışlayın, hüzurinizə bir kəndli gəlmişdir, sözü var sizə. Deməli, qapıçı gəlir deyir ki, huzurunuza bir kəndli gəlib. Qacar deyir, de gəlsin. Qapıçı, gəl ata, gəl, budur Qacar. Qoca kəndli yaxınlaşır, qoca. Sizə sözüm var, böyük hökmdar. Mən bu yanan kəndin ağsaqqalıyam, ellərin dərdindən biraz halıyam. Yanır od içində körpə uşaqlar, bizim kəndlilərin nə təqsiri var? Əmr edin dayansın yanğınlar barı. Xaraba qoymayın bu obaları. Bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Deməli, burada bir qoca gəlir və bu zalım şahın qarşısında danışmağa başlayır. Kəndin halından danışır, deyir, zülm eləməyin də bizə, deyir, bu yazıq uşaqların, körpələrin nə günahı var? Deyir, cəmaət ölür, qırılır əhali. Qocanın bu nitqini yadda saxlayın. Deməli, zalım hökmdar qarşısında
öz belə deyim də, özünü müdafiə edən bir növ qoca obraz, zalım hökmdarın qarşısına çıxan obraz kimi biz Sultan Səncər və Qarıdakı qarı obrazını da götürə bilərik. Yadda saxlayın. O da Sultan Səncərin qarşısına keçib, belə xalqın taleyi ilə, xalqın deməli vəziyyəti ilə bağlı məlumat verirdi və bu zülmün dayandırılmağını istəyirdi. Deməli, sonra keçirik. Qacar deyir ki, əsəbləşir qocanın bu söhbətlərindən, yəni bu narazıçılığından və qocanın səsini kəsir. Yaxşı, sus, qoca köpək. Kinayə ilə də deyir, burada Koroğlular at oynatmışdır. Sonra Qacar gedir, qoca Qacarın arxasınca deyir, ah cəllad, bimürvət, indi qulaq as, Süleyman dünyası sənə də qalmaz. Qalxıb gedir, Qacar yenə qayıdır, qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir və sərkərdə deyir: "Şahım, arxa cəbhə çox qorxuludur. Elə bil doğrudan cahan yoludur. Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Odur yaxınlaşır, gizlənin barı. Oralar çox bərkdir." Deməli, sərkərdə gəlir, yadda saxlayın. Bu xəbəri gətirən kimdir? Sərkərdə. Sərkərdə gəlir və deyir ki, yəni Eldarın dəstəsi gəlir. Yəni çox qorxulu, vahiməli şəkildə gəlirlər də. Deyir, birdən qalib gələ bilmərik. Gedin deyir, gedək ən yaxşısı gizlənək. Sərkərdə bunu Qacara deyir. Qacar da deyir, çəkin atları. Bir bölük göndərin arxaya sarı. Qabağı saxlasın gizlənincə biz. Aha, deməli, Qacar deyir ki, çəkin atları. Yəni atları gətirin, biz deyir, gizlənincə arxaya deyir bir bölük göndərin, onları orada yəni bir növ vaxt alsınlar, biz də ona qədər gizlənək. Sərkərdə, budur, buradadır ki əskərlərimiz. Qapçı gəlir, qapçı. Şahım, Qarabağın şeyxidir gələn. Qapçı yenə xəbər gətirir və deyir ki, Qarabağın şeyxi gəlib. Qacar deyir, de gəlsin. Şeyx bir dəstə əyan ilə gəlir. Şeyx burada deyir, ey şahım, ey fəxri vətən, sizin yolunuzu gözləyirdik biz, sizə duaçıdır nəsillərimiz. Buyurun, qapımız açıqdır sizə, yurdu tapşırırıq əllərinizə. Deməli, bu şeyx görürsünüz, əvvəlcədən deməli, İbrahim xanın tərəfində idi, deməli, Vaqifə qarşı İbrahim xan doldururdu, nə bilim, onun yanındaydı. Artıq görür ki, vəziyyət, ölkə pis vəziyyətdədir, başlayır bu şeyxə, daha doğrusu bu xana, Qacara deməli yaltaqlanmağa və buradan da şeyxin nə qədər yaltaq bir obraz olduğunu görürük. Qacar kinayə ilə, yaxşı, bəs nə oldu o xan? O İbrahim xan. Deyir, bəs nə oldu? İbrahim xan var idi, bəs sən niyə gəlib indi mənə şahım, xanım deyirsən də? Şeyx deyir, siz arxayın olun İbrahim xandan. Bu gecə qaçmışdır o Dağıstana. Deyir, İbrahim xandan narahat olmayın da, o bu gecə Dağıstana qaçıb. Şah, daha doğrusu Qacar. Ha ha ha, qaçmışdır Kələbaşdana. Yaxşı, qoşul bizə, bizimlə də get. Bu vəhşi dağlara bələdçilik et və onu öz ordusuna qoşur. Şeyxi öz ordusuna qoşur Qacar və Kələbaş dana adlandırır bu hissədə. Həmin İbrahim xanı yadınızda saxlayın. Belə, deyir ki, gedək bizlə vəhşi dağlarda bələdçilik eləsən də, xoşuna gəlir şeyx. Şeyx, buyurun, buyurun. Gedirlər, bir bölük əskər danışa-danışa qabağa gəlir. Teymur deyir. Əlimiz, dişimiz, tüfəngimiz qan, yorulub bezmədik vuruşmalardan. Dünyadan doymadı şahların gözü. Lap cana doymuşam bunlardan düzü. Əskər. Dava meydanında bir əskərik biz. Nə desə hazırıq öz sərgərdəmiz. Sən nə danışırsan? Teymur kinayə ilə. Bir əskərik biz. Yıxır evimizi öz əllərimiz. Axmaq. Bu dediyin davalarda sən gülləyə rast gəlib it kimi ölsən. Şahların keyfindən nə azalacaq? Teymur əskər deyir ki, bəs biz əskərik, belə olmalıdır. Teymur kinayə ilə deyir ki, əskərik, güya əskərik də deyir. Ay axmaq deyir, sən bu dediyin davalarda bir dənə güllə ilə deyir, it kimi ölsən, can versən, şahların keyfindən nə azalacaq? Deyir ki, şahların heç belə vecin olmayacaq da, yəni sənin ölməyin. Əskər, orduya pozğunluq gətirmə sarsaq, bizi qırıb tökür bir qaçaq Eldar. Deyir, ordunu, yəni fikrin yayındırma da. Eldar deyir, bizi qırıb tökür. Teymur, nə qədər qırsa da onun haqqı var. Bu torpaq onundur, əskər. Aha, satqınsan. Əskər də o deyir ki, yəni nə qədər qırsa Eldar haqqı var. Axı bu əskərlə Teymur Şah Qacarın deməli ordusundan idi. Və Teymur artıq bu şeylərdən, şahın bu zalımlığından bezdiyini dilə gətirəndə əskər deyir ki, biz əskərik, bu normaldır, belə olmalıdır. Teymur da deyir ki, yəni sən ölsən burada heç o Şah Qacarın vecinə də olmayacaq da. Əskər də deyir ki, bəs
Eldar bizi qırıb tökür, işində ol, içivə bax, vuruş, döyüş. Teymur deyir, nə qədər qırsa da onun haqqı var. Bu torpaq elə Eldarındır da, haqlıdır qırmaqda. Əskər deyir, aha deyir, satqınsan. Qılınc vuruşuna keçirlər. Əskərlər toplaşıb iki tərəf olub vuruşurlar. Bu halda Eldarın dəstəsi görünür, vuruşma gedir. Teymur və bir neçə əskər Eldar tərəfə keçir. Teymur və Teymur fikrdə olan bir neçə əskər Eldarın qoşununa keçir. Teymur, biz də sizinləyik, gəlin qardaşlar. Eldar, and için qılınca. Eldar deyir, and için. And içdirmə burada da var, yadda saxlayın. Həmçinin deməli, Səsli qız, Əhməd Cavadın Səsli qız əsərində də Səlim, deməli, Səsli qız nə idi? Estağfurullah. Hara getdim, çıxdım. Hə, deməli, bir burada var and içdirmək. Bir də ana dramında var. Hüseyn Cavidin ana dramında, faciəsində var. Həmçinin orada da deməli, Səlim qıza İsmətə and içdirir. Burada da Eldar şərt olaraq and içdirir Teymura, onu qoşununa almaq üçün. Deməli, sonra əskərlər qılınca and içirlər. Eldar və digər əskərlər qılınca and içirlər. Keçirlər Eldarın deməli dəstəsinə. Vuruşma davam eləyir. Qacarın əskərləri qaçmağa məcbur olurlar və tab gətirə bilmirlər. Eldar arxadan İlyası vurmaq istəyir. Tüfəng açılmır. İkinci dəfə atana qədər Kürd Musanın gülləsi onu yıxır. Deməli, İlyas Eldarın dəstəsində olan bir əskər idi və ona xəyanət edir. O bir casus idi. O Eldarı arxadan vurub öldürmək istəyir. Birinci dəfə vuranda tüfəng açılmır. Yəni tüfəng belə deyim, bir növ xarab olur, açılmır. İkinci dəfə o atana qədər Kürd Musa bunu görür və Kürd Musa güllə ilə İlyası öldürür. Deməli, İlyası öldürən kim oldu? Kürd Musa İlyası öldürdü. Sonra Eldar, bu nədir ay Musa? Yəni Eldar bilmir axı, o onu arxadan vururdu, görmür niyə bunu öldürdü. Eldar deyir, bu nədir ay Musa? Yəni niyə öldürdün İlyası? Kürt Musa deyir, nə olacaq? Heyvan vurmaq istəyirdi səni arxadan. Deyir, nə olacaq? Deyir, o heyvan səni arxadan vurmaq istəyirdi. İlyası heyvan adlandırır. Eldar deyir, yaxşıdır, durmayın, dayanmaq olmaz. Kürt Musa, tələsmə, gözləyək buradaca biraz. Arxada qalanlar gəlib çatsınlar. Bu arada Əli bəy bir neçə adamla tələsik gəlir. Əli bəygil biraz arxada qalmışdı. Əli bəy, aya, hardasınız? Eldar, ay Eldar. Eldar deyir, Əli bəy, sən hardasan? Tez ol, bir danış. Əli bəy, Eldar, daha bizə ümid qalmamış. Çəkilin meşəyə, çəkilin Eldar. Nahaq qırılmasın bizim adamlar. Deyir, da bizdən çox zəifləmişik də, adam qalmayıb deyir. Ümidimiz qalmayıb deyir. Çəkilək meşəyə ən yaxşısı. Boş-boşuna cəmaat qırılmasın, onsuz da qalib gələsi deyilik. Eldar hirsli şəkildə, Əli bəy, nə olub? Bir danış, niyə? Sən niyə danışırsan? Sən nə danışırsan? Necə geriyə? Əli bəy, qaçdı tülkü kimi, qaçdı qabaqdan, qaçdı İbrahim xan, açıldı yollar. Bizə qəhqəh çəkib güləcək Qacar. Yəni əvvəl elə bilirdilər arxalarında İbrahim xan var, amma görürlər də heç ölkənin, yəni kəndin, yerin heç yəni xanı belə yoxdur, o belə qaçıb. Yəni deyirlər ən yaxşısı, ən məntiqlisi arxaya çəkilməkdir. Deməli Eldar da deyir, yox, basılmaz vətən. Hələ bu dağlarda deməli ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə. Bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik. Qacarın üstünə biz də gülərik. Deməli deyir ki, yenə Qacarın üstünə gələrik. Deyir, vətən basılmaz. Vətən basılmaz deyən Eldar obrazı yada saxlayın. Vətənpərvər, yaxşı, müsbət bir obrazdır Eldar. Və deyir ki, heç nə olmaz deyir. İndi şah qaçıb, biz deyir, yenidən gəlib öz vətənimizi alacağıq da, yəni qurban vermərik. Amma deyir, incilik çəkilmək əlbəttə ki, ən məntiqlisidir. Çünki ölkənin xanı belə ölkənin başında yoxdur deyir. Qacar bizə gülər. Eldar gedir, adamlar da onun arxasınca geri çəkilirlər. 4-cü pərdə 8-ci şəkil. Qarabağ, Şuşa qalası, Xan sarayı, Qacarın kef məclisi, məclisdə əyanlar, bəylər iştirak edirlər. Deməli, artıq əlbəttə ki, ölkənin xanı, yəni İbrahim xan da qaçmış deyə bu Qacar ölkəni tutmağa müvəffəq olur və tutur Şuşanı, keçir elə Xan sarayında kef məclisi qurdurmuşdu. 8-ci şəkil bununla başlayır. Bəylər iştirak edirlər bu məclisdə. Qacar böyük bir qürurla keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam. Özünü yer üzünün Allahı adlandırır. Yadda saxlayın Qacar. Həmçinin
yadınızdadırsa, deməli Əhməd Cavadın Səsli Qız poemasında Məğlub Şah Allah'a da Allahlığı iddiası eləyirdi. Sonra İblis əsərində İblis də tək rəqibinin Allah olduğunu bildirir. Həmçinin burada Səməd Vurğunun Vaqif dramında da Qacar özünü yer üzünün Allahı adlandırır. Gərək biz qoymayaq daşı daş üstə. Atın yığın leşi leş üstə. Vəzir deyir. Vəzir deyir, buyruq sizinkidir adil hökmdar. Sizdə fəzilət də, ədalət də var. Yenə eyni sözlər, vəzir ilə onsuz da eyni sözlər deyir dediyim kimi. Şeyx, ey böyük hökmdar, ey ulu qacar, sizdəki qüvvətə baş əyir dağlar. Sizin deyir, biz də sayənizdə ömür gün, ağ gün görürük. Sizə kömək olsun böyük yaradan. Bu müqəddəs kitab, müqəddəs Quran. Quranın adı çəkilir, yadda saxlayın. Bu əsərdə Quranın adı çəkilir və şeyxin burada da həmçinin yaltaqlığını görürük. Onu böyük hökmdar, ulu qacar adlandırır. Deməli, onun böyüklüyü ilə danışır ki, yaltaqlanır da qısacası. Belə, deyir, sizə Quran yaradan kömək olsun, dua eləyir həmçinin. Qacar başlayır xanəndələrə, kinayə ilə xanəndələrə baxıb deyir ki, belə deyirlər ki, ağladır yeri sizin Qarabağın xanəndələri. Hünəriniz varsa bir rast oxuyun. Deməli, Qacar xanəndələrdən nə oxumağını tələb eləyir? Rast. Xanəndə başlayır oxumağa. Gözüm yollarda qalmışdır, xəbər yox kür qırağından. Usanmaq bilməyir könlüm, yaşılbaşlar sorağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durnalar, deməli, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif, ömür azdır. Düşər bir gün laçın könlün, şeir sənət marağından. Deməli, xanəndələr də Vaqifin bir əsərini, şeirini səsləndirdilər burada. Qacar. Qəzəl Vaqifindir. Qacar soruşur ki, qəzəl Vaqifindir. Deməli, şeyx deyir. Xanəndə yox, şeyx deyir. Bəli, Vaqifin. Qacar deyir. Nə oldu? Onu tez tapıb gətirin. Deyir, onu tez tapıb gətirin bura, yanıma. Sərkərdə baş əyib çıxır. Vəzir, bu doğrudan böyük qüdrətdir. Sən hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Deməli, burada əslində bir növ Qacar Vaqifin yaradıcılığını, Vaqifin əsərini böyük qiymətləndirir və onun hər söz sənətinin hər sözünün, söhbətinin canlı bir sənət olduğunu deyir. Vəzirə deyir, sən nə fikirdəsən? Yəni nə fikirləşirsən bu barədə? Vəzir də yenə eyni sözləri deyir. Nə deyim sizə? Buyruq sizinkidir adil hökmdar. Sizdə fəzilət də, ədalət də var. Şeyx deyir, şahım təhlükədir. Bax, şeyx yenə ara qatır, iblis kimi eyni ilə. İblis obrazı ilə şeyx obrazını bir növ eyniləşdirə bilərik də. Yəni, bir növ xaraktercə çox oxşarlıqları var bunların. Şeyx, şahım təhlükədir Vaqif doğrudan. Onun gözünüzdən qoymayın bir an. Deyir, qanunlarda yoxdur həqiqət. Deyir ki, pərdədir bütün şəriət. Yəni, deyir ki, güya Vaqif deyir ki, bütün şəriət pərdədir də, yəni yalandır. Nədənsə el-oba çox sevir onu, bilmir bu qədər tərs olduğunu. Bir də bərk dostudur o qaçaq Eldar. Sizin düşməniniz, bəli, o murdar. Vaqif yaşadıqca qorxudur bizə. Şair görünməsin gözlərimizə. Deməli, burada şeyx Qacarın başını qatır və deyir ki, deməli, bir növ dəlinin ağlına daş salır da. Və deyir ki, Vaqif bizim üçün təhlükədir, onu deyir gözünüzdən qoymayın, o deyir belə, nə bilim, bizə yalancı deyir, dövlətin əleyhinədir. Yadınızdadırsa, Aldanmış Kəvakib əsərində də Axund Səməd ölümə layiq biri olaraq Səmədi, daha doğrusu Yusif Sərracı göstərmişdi. Əlbəttə ki, fərqli situasiyalarda, amma burada da həmçinin şeyx pisləyir Vaqifi və onun bir növ, yəni bizi dövlət əleyhinə çıxdığını, ölümə layiq olduğunu bildirir. Bir də bəlkə dostudur o qaçaq Eldar. Həmçinin qaçaq Eldarın, yəni Qacarın düşməninin Vaqifin dostu olduğunu da bildirir. Sonra Qacar, yazdığı cavabdan bilmişəm onu. Onu, deməli, dayan, sovururam göyə tozunu. Qoy gəlsin, əylənib gülüşək biraz.
bizim dilimizi o bağlayanmaz. Deməli, Qacara axı məktub yazmışdı Vaqif, yadınızdasa sərt məktub yazmışdı və Qacar da bundan çox əsəbləşmişdi. Elə dəlinin ağlına daş salmaq kimi bir şey olur. Qacar yenə deyir, onu deyir, məktubunu bilirəm mən. Gəlsin deyir, onun külünü toza sovuracam. Amma külünü toza sovuracam, nə? Külünü göyə sovuracam və deyir ki, gəlsin, amma biraz deyir əylənib gülüşək. Deməli, Vaqifi məsxərəyə qoymaq məqsədi ilə əslində məclisə çağırtdırır şah Qacar. Qacar Vaqifi gətirirlər və Qacar heyrətlə ona baxıb, aha, baş əymir hüzurumda bu. Vaqifi gətirirlər, Vaqif baş əymir. Qacar da deyir, aha deyir, baş əymir hüzurumda bu. Şeyx, yoxdur vicdanında qanun qorxusu. Deyir, qanundan qorxmur. Qacar Vaqifə baxır və deyir, şair, hökümdarın hüzurundasan. Özünə gəl də deyir, hökümdar hüzurundasan, baş əy. Vaqif deyir, bir dəqiqə. Vaqif deyir, bunu sizsiz belə düşünmürəm mən. Deməli, bunu sizsiz belə düşünmürəm mən. Deməli, Qacar, bəs baş əymədiniz? Bir dəqiqə. Niyə belə oldu ki? Aha. Deməli, Vaqif deyir ki, bunu sizsiz belə düşünürəm mən. Deyir, yəni siz deməsəz də mən bilirəm də hökümdar hüzurundayım. Qacar deyir, bəs deyir, niyə baş əymədin? Vaqif, əymədim, bəli, əyilməz vicdanın böyük heykəl. Deyir, əymədim, vicdanın böyük heykəli əyilməz. Qacar, qılınclar toqquşub iş görən zaman neynər dediyiniz quru bir vicdan? Deyir, qılınclar toqquşub iş görəndə sənin deyir, vicdanın nə işə yarayar ki? Vaqif, vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Deyir, yəni o əbədiyyən vicdan qalır da adamda deyir. Sən deyir, qılıncla lap məni öldürsən də mənim vicdanım qalacaq, məni bundan təhdid eləyə bilmərsən. Qacar, bəs zindan necədir, qaranlıq zindan? Vaqif, soyuq məzara da zinətdir insan. Qacar, yenə göylərdədir şair xəyalın. Şair xəyalın. Vaqif, əzəldən hüdudu yoxdur kamalın. Qacar, aha, sınıyırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq etmiş sizi yaradan. Vaqif, dünyada qalacaq yalnız bir yaradan. Qacar, çox gözəl, çox gözəl. İnanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin büsatı, o ulduz, o ay sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Deməli, Qacar burada Vaqifi bəyəndiyini deyir və deyir ki, onu vəzirlik təklif eləyir də. Deyir, mən səni buraları deyir, sənə tapşıracağam. Deyir, vəzirlik təklif eləyir ona, amma deyir, bir şərtim var vəzir olmağın üçün. Vaqif, burada hətta onun təsviri də verilib. Vaqiflə Şah Qacarın hüzurunda olmasının, Vaqifin Şah Qacarın hüzurunda olmasının təsviri. Vaqif deyir, buyurun görək, Qacar, gərək fars dilində yazsın sənətkar. Deyir, sənə özümə bir vəzir kimi götürəcəm, amma gərək deyir, fars dilində yazmağa başlayasan da, yəni ana dilində yox. Bunların hamısı Vaqif Şahın hüzurunda olarkən baş verir. Vaqif, Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də, az-az uydururam yeri gələndə. Deyir, az-az uydururam yeri gələndə, yəni şeir yazıram yavaş-yavaş deyir. Onların qüdrətli öz şairləri var. Qacar, yaxşı, gəl əl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Deməli, onu naşükür Vaqifi naşükür adlandırır Qacar. Həmçinin yadınızdadırsa, Çarkı əfsanəsində də Şah onun deməli sarayında qalmaq istəməyən alimi nankör adlandırmışdı, naşükür adlandırmışdı. Burada da həmçinin Qacar Vaqifi naşükür adlandırır. Deməli, vəzir olmaq istəmədiyinə görə Vaqif, aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam, mənsəbə, şöhrətə satılmamışam. Vəzir, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Yadda saxlayın, bu Qacarın və ya Vaqifin yox, sırf məhz deməli vəzirin nitqidir. Deyir, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Deyir, yəni kiçik ölkə adlandırır Vaqifin ölkəsini və deyir ki, bəlkə bu deyir belə bir ölkə, bəlkə deyir böyük firdovsilər yaratdı belə.
Vaqif, dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Deyir ki, sizin lağ elədiyiniz bu çoban torpağı nə qədər deyir ziyalı şəxslər yetişdirib. Qacar kinayə ilə Nizamiyə bax, Füzuliyə bax. Vaqif, günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Bu nitqi də yadınızda saxlayın. Yenə kimin nitqi oldu? Vaqifin nitqidir. Qacar, görünür günəşə iştahım vardır. Vaqif, günəşdən gizlənən yarasalardır. Şeyx, buna qulaq asmaq çətin peşədir. Vaqif, niyə? Qulağınız çoxdan şeşədir. Böhtan eşidəndə qızarıb yanar. Doğru söz, bir dəqiqə. Doğru söz gələndə pambıq tıxanır deyir. Düzgün söz deyiləndə, yəni qulağınıza elə bir pambıq tıxanır da. Yəni eşitmək istəmirsiniz sərf eləməyən sözü bir növ. Deməli, vəzir, sizin sözünüzün kəsəri azdır. Vaqif, oxuyan bülbüldür, dinləyən qazdır. Deyir, vəzir deyir ki, sənin deyir sözünün kəsəri azdır. Vaqif də deyir, oxuyan bülbüldür, dinləyən qazdır. Yəni deyir, mən bülbül kimi deyirəm, amma dinləyən deyir qazdır, mənim dediyimi anlamır. Deyir, mən yaxşı söz deyirəm. Vəzir, of, məndə olaydı bundakı hünər. Vaqif, ağılsız köpəklər ulduza hürər. Qacar, Qacar vəzirə baxır, deyir, di ver cavabını, nə durmusan? Din. Hə, yenə döyükür sarsaq gözlərin. Yenə deyir, gözlərimi döyürsən. Cavab ver də, görüm nə cavab verə bilirsən. Vaqif, neynəsin? Yazığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar. Şeyx kinayə ilə deyir. Şairə sənətdir tikanlı sözlər. Deyir, deyəsən sənətin tikanlı sözlərdir. Vaqif, sözdən qızarmaz ki, bozarmış üzlər. Deyir, sizin bozarmış üzləriniz sözdən qızarmaz ki. Qapçı daxil olur, qapçı deyir. Şahım, bir qoca var, gəlsin içəri. Qacar, de gəlsin. Vidadi daxil olur və təzim eləyir şahın qarşısında. Yada saxlayın, Vidadi təzim eləyir və gələn də Vidadi idi. Vaqifin bu çətin vəziyyətindən xəbər tutur, gəlir. Qacar, de gəlsin. Nəsə gəlir, Vidadi hüzurda təzim eləyir. Sonra deyir. Deməli, Vidadi deyir, hakimin hökmü hünəri, onu vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Vaqifi göstərir, şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə dağlar da dil deyib ağlar. Əfv edin, yaxşılıq qalır yadigar. Qacar, dinin düşmənidir, o ölsün gərək. Vidadi, xeyr, o vaqifdir, eşqə gələrək, bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsini. Deməli, Vidadi gəlib Vaqifin tərəfini tutur. Qacar, deməli, Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa, qoy sağ saxlasın. Deyir, əgər Allah da Vaqifi çox sevirsə, onda Allaha yalvar. Məni yalvarırsan. Qoy deyir, əgər bacarırsa, Vaqif sağ qalsın, deyir. Mən deyir, öldürəcəm. Belə də. Razısan? Yox, deməli deyir, qoy sağ salasın. Vidadi deyir, siz hökümdarsınız. Qacar, yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini. Bir də həcv edə deyən acı dilini. Razısan? Deməli deyir ki, mən deyir onu sağ saxlayacağım, amma deyir onun yazan əlini, bir də dilini kəsəcəm. Həmçinin fikir versəz, Xan Sarayı əfsanəsində də şah ustanın əlini, birinci əllərini, ondan sonra da dilini kəsdirmişdi. Amma burada kəsdirilmir, sadəcə deyir. Deməli, bir də həcv deyən, həcv bu arada qəsidənin bir növüdür. Tənqid formasında yazılır həcvlər və orada mənfi xüsusiyyətlər deyilir. Deməli, obrazın mənfi xüsusiyyətləri deyilir. Vaqif də bir növ elə bil ki, Qacarı tənqid elədiyinə görə həcv deyir, mənə elə deyir, həcv eləyən onun dilini kəsəcəm. Razısan deyir, Vaqif deyir. Razıyam böyük hökümdar, mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törəməz. Qacar deyir, Vaqif indi get, saray həyatını büsbütün tərk et. Gərək yaşamasın. Deməli, qədir naşünas deyir, gərək qədir bilməyən bir adam yaşamasın deyir. Tərk elə deyir saray həyatını, çıx buradan, qovuram səni. Vaqif, sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları, burada göyə çıxan ahüvayları, görmüşəm şahların vəfasını mən, xanların zülmünü, cəfasını mən. Görmüşəm,
Deməli, zamanın min rüzgarını, dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Bu nitqi yadınıza saxlayın, Vaqifin nitqidir. Və çıxır gedir, qacar. Hiddətlənir, Vaqifin arxasınca əsəbləşir və Vaqifin arxasınca deyir. Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana deyir. Onu zindana aparın, Azərbaycana göz dağı çəkilsin. Bir də heç kim deyir şahın qarşısında belə özündən razı danışmasın. Zindana aparılmağını deyir, Vidadi deyir. Qızılı uçsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Kimin nitqidir? Vidadinin, yadda saxlayın. Deyir, yəni sən deyir onu zindana saldırsan da o deyir yenə öz qüdrətini itirməyəcək. Yenə deyir öz qüdrəti qalacaq, qacar. Bəri bax, dayanma burada Zülfüqar. Vaqifi zindana sən özün apar. Bir quş da səkməsin onun yanından. Zülfüqar yəni qapıçıdır. Deyir, qapıçı deyir ki, onu apar zindana özün. Onun deyir yanına bir quş da girməsin də. Heç tapşırıq verir ki, bir quş da səkməsin onun yanından. Heç kim deyir gəlib gedə bilməsin onun yanına. Qapıçı iki mənalı deyir, baş üstə, yatmaram gecəni bir an, əsən küləkdən də gözlərəm onu. Deyir, yəni gecəni də bir an deyir, yatmaram, əsən küləkdən belə gözləyərəm da, yəni qoymaram heç yanına belə külək girsin, yəni o dərəcədə heç kimi qoymayacam yanına girməyə. Qacar deyir, mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Əsərin əvvəlində də bu nitqi demişdi, yadınızdadırsa, yenə özünü ifşa eləyir. Vəzir, buyruq sizinkidir adil hökmdar. Sizdə fəzilət də, ədalət də var. Vəzirdən heç söz verən olmamışdı. Vəzir yenə eyni sözləri deyir. Qacar dəlicəsinə deyir. Dağılın, dağılın, boğuldum yenə. Deməli, öz-özünə deyir. Nə deyim, nə deyim tale deyənə. Könlüm ayrılmayır xanimanımdan. Gözlərim doymur insan qanından. Özünü yenə ifşa eləyir. Xəstə kimi özündən şübhələnərək, bu nədir canımda üşütmələr var. Aha, nə dərindir bu uçurumlar. Gözlərim qaralır, aman ölürəm. Ha ha ha, bu nədir yoxsa gülürəm. Günahsız qanlar mı gözümə durur. Özünün nəbzini tutur və yox, yox, hələ qəlbim qayda ilə vurur. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölümlə çarpışacağam. Deməli, Qacar neyniyir burada? Deyir ki, Qacarın halı birdən-birə pisləşir, deyir, dağılın, deyir, boğuluram, yəni nəfəsi çatmır və deyir, bu nə deyir, başıma gəldi, xəstə kimi özünə şübhələnir, yəni təəccüblənir və deyir, burada bu nə oldu, deyir, yoxsa deyir, günahsız yerə tökdüyüm qanlar da mı mənim gözümə dururlar, deyir. Bu nədir, baş xarab olmuş kimi olur da, bir növ belə deyim, başı qaçır Qacarın və nəbzini tutur, yoxlayır və baxır nəbzinə, görür ki, hə, deyir, yox, hələ deyir, nəbzim qayda ilə atır, deyir. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölümlə çarpışacağam. Qılıncı çıxarır, qolları boşalır, qılınca dirsəklənərək taqətsiz bir vəziyyət alır. Yəni, belə bir vəziyyətə düşür Qacar. Burada 8-ci şəklin sonunda. 9-cu şəklə keçirik. Şuşa qalası, qayalıqda zindan, səhərdir, günəş yenicə çıxır, yenicə qalxır. Vaqif divara şeir yazır, sonra da yazdığı şeiri oxuyur. Əli bəy qulaq asır. Əli bəy də Vaqifin yanındaydı. Və Əli bəy Vaqifə qulaq asır. Vaqif, mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Beyyətü iqrarün imanü dəyanət görmədim. Bivəfadan lacərəm, təhsil hacət görmədim. Deməli, Vaqif görmədim qoşmasını oxuyur burada, görmədim şeirini oxuyur Əli bəyə. Müxtəsər kim böylə dünyadan getmək həzər? Deməli, müxtəsər kim böylə dünyadan gərək etmək həzər? Ondan ötürü kim deyildir öz yerində xeyr-üşər? Alilər xaki məzəllətdə dənilər mötəbər. Sahib zərdə kərəm yoxdur, kərəm əhlində zər. İşlənən işlərdə deməli, əhkam-ı ləyaqət görmədim. Oğluna baxır və deyir, ah oğlum, of oğlum, mənim qəhrəman oğlum. Bu qədər qəm yemə qurbanın olum. Onun bu şeirinə oğlu Əli bəy təsirlənir və deyir ki, yəni bu qədər pis olma da, deyir, qəhrəman oğlum. Deyir, bu qədər qəm yemə qurbanın olum. Əli bəy deyir, ey ata, nə qoyub, nə axtarırsan? Zülmün qarşısında ağlarmı insan? Vaqif, mərhəba, mərhəba, qəhrəman oğlum, bir gəl öpüm səni, pəhləvan oğlum. Oğlunu qucaqlayıb bərk-bərk öpür. Gözümün işığı, canım ciyərim, bu nəmli torpaqlar olsa da yerim, mənim də dərdim var, təki sən yaşa. Of Qacar, vicdanın döndümü daşa?
Əli bəy, ata bilirsənmi? Vaqif, nəyi? De, nə var? Əli bəy, deməli, hələ də çöllərdə qaçaqdır Eldar. Sənin köhnə dostun vardı bir zaman. Sən özün qurtardın onu zindandan. Deməli, Vaqifə kim deyir? Əli bəy deyir ki, deyir sənin bir dostun var idi Eldar deyir. O hələ də deyir qaçaq deyir. Onu sən deyir özün qurtarmışdın zindandan. O öz deyir hələ də qaçaqdır. Vaqif deyir bilirəm, bilirəm Əli bəy. Yaz ki Eldara yaman bir gündəyəm, düşmüşəm dara. Bir kömək əli ver. Əli bəy deyir ki, yaz Eldara sənə bir köməklik eləsin də, yəni zindana düşmüsən, zindandayıq. Vaqif yazım, qoy yazım. Cibindən dəftərçə çıxarıb yazır. Gülnar gəlir və tələsik gəlib qapıcının ovucuna pul basaraq pəncərədən Əli bəy, Əli bəy, Əli bəy. Ata, Gülnardır. Vaqif, mənim sənin sevgilinin vəfası vardır. Deməli Gülnar tez tələsik gəlir və qapıçının da əlinə rüşvət pul basır və pəncərədən Əli bəyi çağırır. Əli bəy, Əli bəy, Əli bəy deyir, ata bu gələn Gülnardır. Vaqif də deyir ki, sənin sevgilin vəfalıdır da, yəni Gülnar. Əlindəki kiçik bağlamanı pəncərədən uzadıb alın, ac qalmayın deyir. Bunlar zindandaydı, yeyib içmirdilər. Əli bəy, ağlama Gülnar. Vaqif, qızım, hər gecənin bir gündüzü var. Sənə halal olsun hər əməyimiz. Yoxdur səndən özgə bir köməyimiz. Ala bu məktubu qoynunda gizlə. Onu gözün kimi qoruyub gözlə. Çatdır hardadısa qaçaq Eldara. Gülnar çaparaq bu məktubu götürür və gedir. Siz arxayın olun, Vaqif. Bir bax Gülnara, atalar sözüdür, yaxşı qulaq as. Aslanın erkəyi dişisi olmaz deyir. Gör necə mərd qadındır da, yəni necə mərd qızdır ki, çəkinmir belə şeylərdən. Aslanın erkəyi dişisi olmaz nitqi yadınızdadır hər halda İskəndərnamə poemasında. İskəndərin Nüşabə ilə görüşmək hissəsində Nüşabə İskəndərə müraciətlə demişdi bu nitqi, Nüşabənin nitqidir. Ellər qurtaracaq bizi bu dardan, dünya ayırmasın səni Gülnardan. Doğmuş günəşə şairənə bir göz gəzdirərək, odur bax günəşin rənginə bir bax, yanır kainata işıq saçaraq. O günəş gəncliyin timsalıdır bil, gəncliyin günəşi saralan deyil. Can balam parlasın ömrün günəş tək, nə can yanğısı gör, nə istirab çək. Əli bəy başını sinəsinə qoyur, Əli bəyin başını sinəsinə qoyur, sinəsinə doğru çəkərək onu oxşuyur. Vidadi gəlir, qapıçı buraxmaq istəmir Vidadini. Zülfüqar, yəni qapıçı Vidadiyə deyir. Olmaz kişi, bir dayan. Bizi işə salarsan, Vidadi. Yox, mən onu görəm gərək. Kör eləsin səni fələk. Məni geri qaytarsan. Deyir, səni fələk kör eləsin də, görüm kör qalasan sən əgər məni geri qaytarsan. Qoy girim Vaqifgilin içinə, yəni içəri girim. Ona deməyə sözüm var. Qapıçı qapını açır, Zülfüqar deyir, di gəl, tez ol, tez qayıt ha, xəbər çatar birdən şaha, onsuz da çox qudurğandır, çörəyi qan, suyu qandır. Vidadi daxil olur, Vaqifi qucaqlayır, Vidadi, nə qədər yalvardım yenə qacara, dedi, get səni çəkdirirəm dara, sonra bütün gecə xəyala vardım, Allaha üst tutub yenə yalvardım. Onda da görmədim vicdandan əsər. Doğru deyirsənmiş, aldanmış bəşər. Bir kömək gəlməyir sizə əlimdən. Sözüm yerə düşdü. Niyə sağam mən? Deyir, yəni səni eləmək üçün əlimdən bir kömək gəlmir də deyir. Niyə sağam ki mən bu saatdan sonra? Vaqif, qardaşım, sən nahaq yalvardın ona. Söz əsər eləməz qəlbi pozğuna. Bir də qorxmuram deyir. Mən heç ölümdən, dünyanın qəlbində qalacağam mən. Deyir, mən ölümdən qorxmadığını bildirir. Kim? Vaqif. Həmçinin müsbət Fəxrəddin əsərində də Fəxrəddin ölümdən qorxmadığını bildirmişdi, yadınızdadırsa. Sadəcə deyir, qorxuram ki, ideyalarım davam eləməz də. Nəsə, Vidadi, yox, ölüm sənə yaraşmır heç, Vaqif. Vidadi, gəl məndən bir dəfəlik keç, deyir, day məndən keç də, boş ver məni. Qayıt kəndimizə, qorxuram səndən. Deməli, bari Vidadi səs qalmasız vətən. Deyir, mən onsuz da ölüb gedəcəm, bari deyir, Vidadisiz qalmasın vətən. Bir dəqiqə bura. Aha. Bari Vidadisiz qalmasın vətən. Vidadi, necə? Mən qayıdım, bunu görməzsən. Sən ölən torpaqda öləcəyəm mən. Deməli, Vidadinin yenə sadiq bir dostluğunu görürük burada. Sən ölən torpaqda deyir, öləcəm mən. Səni tək buraxmaram yəni.
Qapıçı Vidadini çəkə-çəkə məcbur aparır və deyir, da bəs də az danışın, şah gəlib görər də, yəni xəbər tutar birdən. Sonra Vaqif fikrə gedir. Əli bəy, ata, lap heyranam Vidadiyə mən. Doğrudan o sənə yanır ürəkdən. Nə təmiz, nə böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Əli bəy bütün insanların Vidadi kimi gözəl, təmiz, qəlbi saf olmağını istəyir, arzulayır. Və bunu atasına müraciətlə deyir. Vaqif, böyük təbiətlər yaranır az-az. Deməli, hər yerdə, hər zaman inci tapılmaz. Baxın, burada Vaqif Vidadini inci adlandırır, inci kimi dəyərləndirir və deyir, hər yerdə belə bir inci belə gözəl insan tapılmaz da. Pauza, həzin musiqi səsi, Xuraman pəjmürdə və son dərəcə dalğın gəlir. Xuraman, yəni pis əhval-ruhiyyə ilə gəlir və deməli deyir. Xuraman zəif bir səslə, Vaqif, ey sərvərim, ey tacidarım. Xuraman Vaqif necə adlandırır? Sərvərim, ey tacidarım deyə müraciət eləyir ona. Sərvərim və tacidarım adlandırır. Və Vaqif acı bir fəryadla, nə var, nə deyirsən, vəfalı yarım. Vəfalı yarım əlbəttə ki, burada kinayə ilə deyirdi Vaqif. Çünki Xuraman ona xəyanət eləmişdi və bunu əgər Vaqif deyirsə, hər halda kinayə ilə deyir vəfalı yarım olaraq. Xuraman, bir dəqiqə. Xuraman, uydum bu dünyada nazu neymətə, özüm də bilmədən uydum şöhrətə, bilmədim axırı zəhrimarmış. Deməli, axı İbrahim xan qaçaq düşür. Xuraman axı İbrahim xanla evlənmişdi, Vaqifdən ayrılıb buna xəyanət eləyib, onunla evlənmişdi. İbrahim xan da qaçaq düşdü, qaçdı getdi, artıq xan deyil. Xuraman təzədən qayıdıb gəlir Vaqifin üstünə. Deyir, bir şöhrətə qandım, aldandım, bilmədim deyir, axırı belə zəhrimar olar. Hər qızıl xəzinə bir şahmarmış. Şahmar, yəni şahmar ilan nəzərdə tutulur. İlana şahmar deyirlər. Deyir, bir şahmar imiş hər bir xəzinə, deyir, bir ilan kimi imiş. İndi öz əlinlə gəl öldür məni. Nə qədər alçaldım, alçaltdım səni. Deyir, özüm çox alçaldım bu hərəkətimlə. Sən də deyir, alçaltdım. Vaqif daha şiddətli bir şəkildə deməli, get, vəfasızsan bu dünya kimi. Deməli, görünmə gözümə bir röya kimi. Deyir, gözümə bir röya kimi görsənmə, deyir, sən də deyir, bu dünya kimi vəfasızsan. Xuraman məyus və peşman qayıdır. Deməli, Xuraman peşman olmuşdu etdiyi hərəkətdən, yada saxlayın. Uzaqdan onun qəmgin səsi eşidilir. Xuraman, bir ceyrandım, ürkütdülər yatağımdan, bir quş idim, ayrı düşdüm budağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar. Viran qalmış mənim bu can otağımdan. Deməli, Xuraman burada deyir, deməli, özünü ceyran adlandırır, özünü quş adlandırır. Deyir, bir ceyran kimi idim, ürkütdülər yatağımdan, bir quş idim, ayrı düşdüm budağımdan. Yəni, Vaqifdən ayrı düşdüyünü kədərli bir misralarla bildirir. Vaqif bu nəğmədən mütəəssir olaraq təsirlənir və budur yeryüzünün əşrəfi insan, yaradır gündə bir hicranlı lastan. Nə idi o yazığın, nə idi günahı? İndi çöllərdimi onun pənahı? İnsan o müqəddəs bir kainatdır. O saf qəlbi pozan yalnız həyatdır. Qapçı, çağır gedəni. Tez pəncərədən qapçıya, yəni Zülfüqara deyir ki, gedəni çağır bura, yəni Xuramanı çağır bura. Deməli, Vaqif başını əlləri arasına, sonradan qapçı qayıdır, bir dəqiqə, buranı oxumadım. Qapçı, çağır gedəni. Oğul, lap oyatdı o mahnı məni. Bəzən yanılsa da gözəl bir mələk, ondan iyrənsə də hər duyan ürək, buna müqəssirdir şübhəsiz zaman. Aha. Qapıçı qayıdır, getmişdi qayıdır və özünü qayadan atdı Xuraman. Deyir ki, özünü qayadan atdı Xuraman. Deməli, Xuraman özünü qayadan ataraq intihar eləyir bu hissədə, kədərdən, qəmdən. Deməli, Xuraman doğrudan da peşman olmuşdu. Yəni, Xuramanın peşmançılığını yalancı peşmançılıq adlandırmırıq. Doğrudan da peşman olmuşdu ki, yəni o qədər peşman idi ki, hətta intihar eləyir bundan sonra. Vaqif əlbəttə ki, intihar eləmək heç bir şey dəyişdirmirdi. Başını əlləri arasına alaraq fəryadla, of, partla ürəyim, yazıq Xuraman, bizim eşqimizi məhv etdi zaman. Deməli, bunların eşqinin məhv olmasında Vaqif günahkar kimi zamanı, dövranı bilir ki, yəni zaman, dövr elə bir dövrdür ki, pul, şən şöhrət hərisliyinin qurbanı oluruq. Yəni, Xuraman belə də özünü intihar eləyir bu pərdənin sonunda. Keçirik, pərdə salınır, keçirik 5-ci pərdəyə. 5-ci pərdədə də elə burada əsas hissələrdən danışacağıq bir sıra. Deməli, 5-ci pərdənin qısa məzmunu, 10-cu şəklin qısa məzmunu. Deməli,
dəstəsi ilə Şuşa yaxınlığındakı meşədə dayanan Eldara artıq keçirik başqa bir hissəyə. Burada artıq Eldargilin təsviri verilir. Dəstəsi ilə Şuşa yaxınlığındakı meşədə dayanan Eldara gürcülər köməyə gəlirlər. Gülnar Vaqifin məktubunu Eldara çatdırır. Axı Vaqif Eldara məktub yazdırmışdı Gülnar vasitəsilə göndərdiyi. Dedi ki, bunu apar çatdır Eldara ki, bəs mən pis vəziyyətdəyəm. Gülnar bu məktubu Eldara çatdırır. Vaqifin zindana salınması xəbəri Eldarı hədsiz qəzəbləndirir. Çox əsəbləşir. Vaqifin zindana saldığını indiyə kimi bu məktuba qədər Eldar bilmirdi. Çünki bilsə zaten köməyə gələrdi. Biləndən sonra çox əsəbləşir və deməli, dünya görmüş bir qoca Eldara əvəzsiz bir hədiyyə vermişdi. Misri qılınc vermişdi. Misri qılıncı həmçinin yadınızdadırsa biz Koroğluda da görmüşdük. Koroğlu eposunda da Misri qılınc elə Koroğlu eposunda adı keçir. Bir qoca Misri qılıncı Eldara kim verir? Bir qoca. Qoca Eldara deməli, Misri qılınc verir. Eldarın sayca çoxalmış dəstəsi Qacarın qoşunu üzərinə yeriyir. Artıq əvvəlcə geriyə çəkilmişdilər, amma bu dəfə artıq Eldarın dəstəsi sayca çoxalmışdı və Qacarın qoşunu üzərinə hücuma keçir ki, yəni əsəbləşirək Vaqifi tutublar. Sonra 11-ci şəklə keçirik. Şuşa qalası cıdır düzü, günəş batmaq üzrədir. 2 nəfər çoban qayaya arxalanaraq oturmuşdu. Onların biri ney çalır. Baxın. Yadınızdadırsa, ney musiqi alətini, ümumiyyətlə musiqi aləti adı keçən əsərlərimiz var. Səsli qız, Güşqıl, yadınızdadır bunlar. Sonra bu əsəri deyə bilərik. Deməli, Səməd Vurğunun Vaqif dramını deyə bilərik. Sonra deməli, Anamın kitabını deyə bilərik. Musiqi aləti adı keçənlər. Hüseyn Cavidin ana əsərini deyə bilərik. Musiqi aləti adı keçənlər. Burada da həmçinin bir musiqi alətinin adı keçir. Murad. Deməli, onlardan biri neyi çalırdı? Musiqi oxuyurdu və Murad deyir. Qasım, nə var? Murad, canına azar. Elə belə gəlib, belə də getdik. Nə bir günə çatdıq, nə kama yetdik. Qasım, nə var? Bir de də, Murad, çor nə var? Nə var? Deyir, çor nə var, nə var? Bilirsən, neyniyir Məhəmməd Qacar? Deyir, bilirsən, Məhəmməd Qacar neyniyir? Çor nə var, nə var? Qasım, neyniyir? Murad, Vaqifi öldürür Qacar. Murad deyir ki, Vaqifi Qacar öldürür da. Qasım, yox, hə, bu qədər qansızlıq olar. Murad, sən öl, düz deyirəm. Qasım, vay sənin, deyir, vay sənin can. Deməli, bu xəbəri kim verir? Vaqifin Qacar tərəfindən elə bir ki, zindana salındığı, öldürüləcəyi, yəni zülm edildiyi xəbərini Murad verir, yadda saxlayın. Qasım, yox, bu qədər olmaz. Qasım da inanmır ki, deyir, bu qədər qansızlıq olar, yəni onu niyə öldürür ki, onun nə günahı var ki falan. Murad da deyir, sən öl, deyir, düz deyirəm. Qasım deyir, vay deyir, sənin can. Lap üstümə, deyir, lap üşütmə qopdu canımdan, Murad. Bəli, öldürürlər Molla Pənahı. Qasım, görəsən yazığın neymiş günah, deyir, görəsən nə günahı var imiş ki, onu öldürürlər də, yəni ona zülm eləyirlər. Murad, deyirlər Vaqifə demiş ki, Qacar, çarıqlı tayfadan nə şair olar? O da həcv eyləmiş o zülümkarı, buna acıqlanıb zalım hökümdar. Deyirlər ki, Vaqif, bu deyir ki, bəs görən niyə Vaqifi öldürmək qərarına gəlib? Bu da deyir ki, Vaqifə Qacar deyib ki, çarıqlı tayfadan nə şair olar? Yəni bu yerin adamlar şair olmaz belə. O da deyir, əsəbləşib həcv eyləmiş. Yəni hökmdarı tənqid eləyib özünə qarşı və hökmdar da buna acıqlanıb onu zindana saldırıb da bir növ. Qasım, Murad, sənin yaxşı səsin var. Onun sözlərindən bir oxu barı. Deməli, yaxşı səsi olan kim idi? Murad. Yadda saxlayın. Qasım deyil, Murad. Murad oxuyur. Xumar baxmaq göz qaydasıdır. Burada Vaqifin əsərlərindən birini oxuyur Xumar. Xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badi-səbadan, nə şanədəndir. Qasım dizinə vurur. Vay sənin gözlərin kör olsun Qacar. Bir gör, Vaqifə heç də adam qıyar. Heyrətlə ətrafına baxır. Murad, gətirirlər bax. Murad baxır heyrətlə və göylərə baxıb üsyan eləyirmiş kimi. Ey fələk, ey dünya, ey qanlı çanaq. Şeyx bir dəstə adamla Vaqifi və Əli bəyi gətirir və artıq şeyx burada Vaqifi Əli bəyi gətirmişdi öldürtdürmək üçün. Şeyx deyir, dayanın. Vaqif tənəli, yəni kinayəli bir şəkildə deyir. Mümkünmü durub dayanmaq? Deyir, mümkündür ki, durub dayanmaq. Şeyx, oğlum, sən Allahın qüdrətinə bax. Əli bəy, nə oldu?
Tez deyin, gəlsin cəllatlar. Uzun mırıldanma, satılmış alçaq. Səni də udacaq bu qara torpaq. Deməli, yadda saxlayın, Əli bəy deməli şeyxi satılmış alçaq adlandırır. Çünki doğrudan da şeyx alçaq bir obraz idi, yaltaq bir obraz idi. Deməli, səni də deyir udacaq bu qara torpaq deyir. Yəni sən də öləsən, şeyx. Ətrafa baxır, əstəğfurullah, kafirə bir bax. Vaqif qürub etməkdə olan günəşi həsrətli gözlərlə seyr edərək oğluna, günəş qürub edir, sönür kainat, əzəldən belədir vəfasız həyat. Günəşi göstərir, o mənim ömrümün timsalıdır bax, sönər bir varlığın xəyalıdır bax. Mən də yaradıldım, mən də parladım, gözəllər ağzından düşmədi adım. İndi isə heykəlin deməli, yelkənin toxundu daşa, bir insan ömrünü vurmadım başa. Oğul, alışıram, yanıram, aman, səni öldürürlər mənim ucundan, yəni mənim ucbatımdan deyir, səni öldürürlər. Qoy uçsun başımda qayalı dağlar. Deyir, yəni mənə görə səni də öldürürlər də, mənə görə sən də qurban, yəni olursan. Mən deyir, buna görə çox pis oluram. Əli bəy, ata, sənin günəş boyda bir vicdanın var, çiynində el dərdi daşıyacaqdır. Çiynində el dərdi daşıyacaqdır. Bu dünya durduqca yaşayacaqdır. Deyir, sənin vicdanın var, deyir. Günəş boyda deyir, sənin bir vicdanın var, o hər şeyə deyir. Sən deyir, ölsən belə, mən ölsəm belə, sən ölsən belə, bu dünya durduqca sənin vicdanın yaşayacaq. Vidadi arxadan çağırır Vaqifi. Vaqif deyir, Vidadi, qardaşım, sən misən? Gəl, bizi ayrı saldı bimürvət əcəl. Vidadi deyir, kör olsun gözlərim, nələr görürəm, günəşi tutulmuş səhər görürəm. Günəşi tutulmuş səhər kimi adlandırır Vidadi Vaqifi, yadda saxlayın. Vaqifi və Əli bəyi çəkə-çəkə aparırlar. Vaqif, ağlama qardaşım, sən yarat, yaxındır gözlənən azad bir həyat. Yəni, yenə də hətta ölüm anında belə Vaqifin gələcəyə ümidli olmasını görürük biz. Vidadi, göylərin dərinliyinə əl qaldıraraq, əllərini belə lap yuxarı qaldırıb, tut sənin taxtına, ey çərxi fələk, daşdan yaranmamış, ətdəndir ürək. Deyir, daşdan yaranmayıb ki, ətdən deyir ürək. Yəni, necə belə qıya bilirsiniz? Cəllatlar gəlirlər, şeyx, kəlmə-i şəhadət alın dilinizə. Şeyx deyir, kəlmə-i şəhadət deyin. Kəlmə-i şəhadət məsələsi yadınıza saxlayın. Fəxrəddin öləndə kəlmə-i şəhadət deyir. Sonra deməli Hüseyn Cavidin ana əsərində Qanpolad öləndə şəhadət deyir. Burada da belə. Deməli Vaqif deyir, oğlunu bağrına basır və cəllada tərəf çönür və deyir, nə qədər olsa da qanım var cəllad, insan canından şirindir övlad. Bir dəqiqə. Aha. Deyir, nə qədər olsa da qanım var cəllad, insan qanından şirindir övlad. Məni qorxutmayır bu vaxtsız əcəl, insaf et, qabaqca məni öldür gəl. Gözlərim görməsin övlad qanını, uçurma könlümün xanimanını. Deməli, cəllada üzünü tutur, Vaqif və deyir ki, birinci məni öldür də, yəni oğlundan qabaq özünün öldürülməyini cəlladdan xahiş eləyir. Şeyx kinayəli bir səslə, şair, rənginizdə bir sarılıq var. Yəni deyir, bu qorxmusan, rəngin saralıb. Vaqif deyir, qafil, gün batanda rəngi saralar. Yadınızda saxlayın. Bunu oxşarlıq kimi götürə bilərik Nəsimi ilə, hansı ki Nəsimi də ölüm anında artıq öldürüləndə, dərisi soyulanda bir növ ona deyirlər ki, bəs rəngin saralıb, o da qayıdıb deyir ki, gün batanda rəngi saralar. Belə. Deməli, Vaqif də eyni fikri deyir. Qafil gün batanda rəngi saralar. Şeyx, bu fani aləmi artıq unudun. İndi üzünüzü qibləyə tutun. Deyir, day bu fani aləmdən əlinizi çəkin, üzünüzü qibləyə tutun. Cəllət Əli bəyi çəkir, birinci Əli bəyi çəkir. Yenə Vaqifin sözünə qulaq vermir, birinci Əli bəyi çəkir öldürmək üçün. Vaqif onu buraxmır. Vaqif, sənin gözlərin kör olsun cəllad, sənə demədimmi şirindir övlad? Yəni, birinci məni öldür dedim də. Şeypur çalınır, Qacar gəlir, yüksək bir yerdə dayanaraq, Qacar başlayır gülməyə. Ha, böyük şair. Öz adamlarına deyir, indi bərk durun, burada kəllələrdən bir qala qurun, göylərə dayansın qoy onun başı, dibindən çay kimi axsın göz yaşı. Onun zirvəsinə yalnız və yalnız Vaqifin başını qoymalısınız. Aha, deyir ki, burada kəllələrdən bir qala qurun, onun da ən başına Vaqifin başını qoyun da, yəni belə. Vidadi deyir, hökümdar, yeylərə, göylərə bir bax, buludlar qaralır, matəm quraraq, Vaqif bir oğuldur əbədiyyətin
ölməz. Hə. Vaqif bir oğuldur əbədiyyətin, ölməz böyük dili, şeirin, sənətin. Yalvarıram sənə, onu ver mana, əllərim batmasın günahsız qana. Deyir, onu deyir mənə ver, Vaqifi deyir mənə ver, əllərin deyir günahsız qana batmasın. Vaqifi günahsız yəni dəyərləndirir burada. Vidadi əlbəttə ki, zaten günahsız idi. Vaqif Vidadiyə tərəf dönür. Yalvarma, yalvarma o cəllada sən. Hələ baş əyməmiş bu böyük vətən. Deyir, yalvarma ona da. Yəni ondan sonra ölərəm daha yaxşıdır. Bu vətən deyir hələ ki heç kimi baş əyməyib. Qacar Vidadiyə deyir, görürsən, o imiş qatı düşmənim. Onu yandırsam da haqqım var mənim. Tez olun cəlladlar. Deyir, görürsən necə cavab verir? O da deyir mənim qatı düşmənim. O da deyir mənim düşmənim. Deyir, onu yandırsam da mənim haqqım var. Cəlladlar da deyir ki, tez olun da öldürün yəni əlini. Deməli, Vidadi deyir, yox, yox, qanım varsa əmr et zülmükar. Qoy mənim boynumu vursun cəlladlar. Deyir, qanım varsa, baxın, hətta Vidadi o qədər yaxşı bir dostu idi ki, Vaqifin öldürülməyi qarşısında, yəni deyir ki, onu öldürməyin də, məni öldürün. Yəni o dərəcədə sadiq, yaxşı bir dostu idi Vidadi. Bu arada səs-küy qopur, Eldarın dəstəsi hücuma keçmişdi, vuruşma yaxınlaşır. Axı burada Yunlar məktubu Eldara çatdırmışdı. Eldar da qəzəblənmişdi və Qacarın qoşunu üzərinə hücuma keçmişdi. Burada artıq Eldar gəlib onlara çatır. Vəzir gəlir, xəbər verir. Yadda saxlayın, bu xəbəri verən vəzirdir. Şahım, vuruşmağa gəlir ki Eldar, gəl qaçaq, xata toxunar. Deyir, Eldar deyir, vuruşmaq üçün gəlir. Yəni sayları çoxdur, gəl deyir, qaçaq, yoxsa bizə xata toxunar. Yəni əsərin əvvəlində də sərkərdə gəlib yanınızdadırsa, xana demişdi ki, bəs deyir, Eldarın qoşunu gəlir, biz gizlənsək yaxşıdır da. Qacar deyir, yox, bir basacaqdır gədənin biri, göylərə hökm edən bir Cahangiri. Baxın, burada yenə Qacarın bir növ egosunun da, belə deyim, egosunun şahidi oluruq. Deyir, gədənin biri gəlib bir Cahangiri basacaq. Yəni, Müsbət Fəxrəddin əsərində, əsərin əvvəlində Rüstəm bəyin də belə bir fikri var nisbətən. O da yəni necə deyim, Fəxrəddini ağzından süd iyi gələn cavan adlandırır və ondan qorxmadığını bildirir. Belə yəni. Həmçinin bu əsərdə də şah qorxmadığını bildirir ondan. Deməli, Murad əgər Cəllad Əli bəyi vurmaq istəyir, Cəllad Əli bəyi vurmaq istəyəndə Murad öz yoldaşlarına deyir, əgər gəldilər, Cəlladın başından çomaqla vurur, Cəllad yıxılır. Eldar, Musa, Gülnar və Şaliko qabaqda olmaqla Eldarın dəstəsi görünür. Deməli, kim var idi burada? Eldar, Musa, Gülnar və Şaliko buradaydı, gəlmişdilər. Vidadi deyirəm, əstəğfurullah, Vaqifi xilas eləmək üçün Eldarın dəstəsi görünür. Qacar öz adamlarına tutun, diri tutun bu saat onu deyir. Yəni Eldarı. Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir. Əli bəy Gülnarla görüşür, onun tüfəngini alıb davaya qarışır, şiddətli vuruşma gedir. Eldar qılınc davasına saray adamlarını yara-yara edir. Yara-yara gedir Qacar. Özüm vuruşmağa qarışım gərək. Eldar irəli gedir. Şeyx və vəzir qaçırlar. Ümumiyyətlə bunlar qaçırlar. Əli bəy şeyxi vurub qayadan salır. Deməli, şeyxi kim öldürdü? Əli bəy. Yadda saxlayın. Şeyxi öldürən kimdir? Əli bəy. İndiyə kimi kim öldürüb? İlyas. Öldürən kimdir? Kürd Musa. Deməli, indi də ölən kimdir? Şeyx. Öldürən kimdir? Əli bəy. Sonra vurub qayadan salır Eldar. Qacara müraciət edərək, hey, bəri bax, deyir, bura bax. Arxadan vurmaq igidə yaraşmaz. Aha. Qacar, dayan, yaramaz. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam. Qacar yenə bu nitqi işlədir. Burada yer üzünün Allah olmaq nitqini Eldara qarşı da işlədir. Eldar, gəl, çulu cırıq kəndliyəm mən də, şahla vuruşuram yeri gələn. Deyir, gəl, sən şahların nəslindəsən. Mən də çulu cırıq yəni paltarı cırıq bir kəndliyəm. Yeri gələndə şahla da vuruşuram. Şiddətli qılınc vuruşması gedir. Qacar mənlə vuruşmağa Koroğlu gərək. Koroğlunun adı çəkilir burada. Bundan əvvəl də at çəkilmişdi, deməli, qocanın dilindən. Deyir, burada Koroğlular at oynatmışdır. Qacar deyir, mənlə vuruşmaq üçün Koroğlu lazım. Deyir, gəl, sən neyniyəsən ki mənə? Eldar kinayə ilə, bəh, nə söz var ki, pələngsən, pələng. Yəni, kinayə ilə deyir bunu Eldar.
Qacarı yaralayır, deməli, ancaq vuruşma yenə davam edir. Eldar Qacarı yaralayandan sonra vuruşma dayanmır. Hələ də vuruşma deməli davam edir. Birdən Eldarın qılıncı əlindən düşür. Qacar dayanaraq gülür. Bəh, bəh, anan gəlsin indi üstünə. Görür ki, onun əlindən qılınc düşüb, deyir indi öldürəcəm də, anan gəlsin deyir ağlamağa. Eldar yapıncı altından Misri qılıncı. Misri qılınc deyildi hələ. Sonradan öz qılıncı düşəndən sonra Misri qılıncı çıxardır və dayan, Misri qılınc gəlir üstünə deyir. Qacar çaşır və nə? Misri qılınc? Nə? Koroğlu. Deyir, yəni bu nədir? Koroğlu Misri qılıncıdır. Eldar deyir, Eldar Qacarı yenə qılıncla vurur. Qacarın qılıncı düşür. Qapıçı əlində siyirmə xəncər gələrək onu arxadan vurur. Baxın, bu hissəni yadda saxlayın. Eldar Qacarı yaralayır. Vurur qılıncla. Qacarın qılıncı yerə düşür və Qacarı arxadan vurub öldürən qapıçıdır. Deməli, qapıçı kimi öldürdü? Qacarı. Qacar ölən kimdir? Qacar kim tərəfindən öldürülür? Qapıçı, yəni Zülfüqar tərəfindən öldürülür. Aha, öldürür. Yaralayan Eldardır, öldürənsə Eldar deyil, qapıçıdır. Qoca kəndli Qacarın meyidinə rişxəndlə baxır, kinayə ilə deyir, bu dağlar qoyunda aslan yatmışdır, burada Koroğlular at oynatmışdır. Həmin qoca kəndli yenə burada həmin nitqini deyir ki, deyir, bu dağlar qoyunda aslan yatmışdır, burada Koroğlular at oynatmışdır. Eldar, əzildi şahmarın zəhərli başı, deyir, əzildi ilanın zəhərli başı, dağıdın sarayı, bütün daşqaşı, paylayın aclara və yoxsullara, bugün bayram olsun bütün qullara, deyir, yəni bütün daşqaşları, saraydakı bütün var dövləti yoxsullara paylayın, onlar üçün bayram olsun, ədalət yəni öz yerini tutsun da. Ən çox çalışan onlar da, elə onlar da bundan bəhrələnsin. Təlxək gəlir. Təlxək də bilirsiniz, İbrahim xanın təlxəyi idi. Elə ən məntiqli əsərin orijinalında əslində ən məntiqli fikirlər də bu ixtisar formasıdır əlbəttə ki. Düzdür, bizə orijinaldan verilib, o məsələ əslində bundan daha genişdir. Təlxək gəlir, Qacarın meyidinin ətrafına at kimi hərlənir, ona rəşxəndlə baxaraq, sizi doğrudan da əsir alsalar, qaranlıq zindana tutub salsalar, insan boğazlaram, düz 30 nəfər. Bərk-bərk gülür. Vidadi və Vaqif daxil olurlar. Hamı hörmətlə onlara baş əyir. Eldar Vaqifə müraciət edərək, möhtərəm şairə salamlar olsun. Bu dünya durduqca o da var olsun. Vidadi deyir, aha, uzanmışdır bizim şirinər. İran torpağını ləkələyənlər. Deyirdi, İran torpağını ləkələyənlər uzanıb, yəni ölənləri göstərir də, Qacarı falan şeyxi. Vaqif Vidadiyə deyir, ey Vidadi, gərdişi dövrani kəcrəftarə bax, ruzigarə qıl tamaşa, karə bax, kidarə bax. Deməli, əhli zülmü necə bərbad eylədi bir ləhzadə, sən bizim dağlar pələngi qəhrəman Eldarə bax. Qəhrəman Eldar adlandırır ki, yəni qələbə Eldarın sayəsində oldu. Eldar hörmətlə Vaqifin əllərindən öpür, xalq onu böyük sevinç və təntənə ilə ölüm meydanından çıxarır və pərdə salınır. Əsərimiz belə. Qalan qeydlərin hamısında əsərlə bağlı ümumi üstündə təhlil elədik. Əsərlə bağlı ümumi qeydləri qrupa atacağım.